Fraqman TV kanalından hamınıza salam dostlar, mən Mövlan. Videoma xoş gəldiniz. Bugünkü videomda sizlərə YouTube kanalından qazanılan gəliri necə aktiv edilir onu öyrədəcəyəm. Yəni ki, indi artıq çoxları YouTube verliyə başlayırlar və təbii ki, YouTube verliyə başladınızsa da YouTube'dan gəlir də götürürsünüz, pul götürürsünüz. Onu necə aktiv etmək olur, mən onu bugün sizlərə öyrədəcəyəm. Bunu çox asandır demək. Mənə diqqətlə qulaq assanız, çox asanlıqla öyrənə bilərsiniz. Gördüyünüz kimi YouTube'a daxil olduqdan sonra özünüzə bir kanal açırsınız. Mən bu kanalı yoxlamaq üçün açmışam. Bu elə-belə bir kanalda açılan. Kanal açdıqdan sonra burada mənim kanalım bölməsinə daxil olursunuz. Daxil olaq. Gördüyünüz kimi öz kanalınız açılır və yuxarıda abunə sayınız görsənir. Abunə sayı burada da görsənir. Yuxarıda da görsənir. Sağda isə video meneceri yazılan yerə daxil olaq. Belə bir səhifə açılır. Burada qoyulan videolar görsənir, ancaq yəni bu kanalda heç bir video olmadığı üçün gördüyünüz kimi yazılıb ki, video yoxdur. Belə bir yer açılır. Daha sonra aşağıda kanal bölməsinə daxil olaq. Pul qazanma budur, monetizasiya. Bu pul qazanmaya aiddir. Gördüyünüz kimi bura aktivləşdir yazılıb. Bunu aktivləşdirib vurduqdan sonra pul qazanmanı aktiv etmək olur. Ancaq ilk öncə olduğumuz ölkəni də seçməliyik. Bunu siz kanal açanda seçmiş ola bilərsiniz, ancaq yenə də sizə göstərim ki, ola bilər ki, siz seçməmiş ola bilərsiniz. Aşağıda təkmilləşdir bölməsinə daxil olaq. Burada ölkə seçilib. Elə burada gördüyünüz kimi Amerika Birləşmiş Ştatları yazılıbdır. Sizə məsləhətim odur ki, elə ya Amerika Birləşmiş Ştatlarını seçin, ya da ki, İngiltərəni seçin. Çünki bu iki dövlətdə pul daha çox verilir. Biz də Amerika Birləşmiş Ştatlarını seçək və aşağıda bunu yadda saxlayaq. Bəli, yadda saxlandı. Sonra status və funksiyalardan aktivləşdirib vuraq. Yəni pulu aktivləşdirək. Hesabımı aktivləşdir bölməsinə daxil olaq. Yəni bu sözü vuraq. Gördüyünüz kimi bunu vurduqda YouTube'un sizlə olan yəni necə deyirlər ona, bağlantı, yəni müqaviləsi göstərir. Sizə məsləhətim odur ki, bunu oxuyun. Oxuduqdan sonra bunları beləcənə vurun və qəbul edirəm sözünü klikləyin. Sonra isə buradakını aydındır edin və sizin pul qazanmanız aktivləşdirildi. Bunu sizə göstərə də bilərəm. Bir video yükləyək. İstədiyimiz məsələn, mən belə bir video yükləmək istəyirəm. Video yükləndi. Mən sayta yerləşdirə vuram. Video yükləndi. Gördüyünüz kimi emal olunur. İndi yüklənəcək video. Yüklendikdən sonra onun pul qazanmasının aktiv edildiyini sizə, yəni aktiv edildiyini göstərəcəyim. Vurduq. Budur. Video YouTube'a yükləndi. YouTube'a qaydaq. Yəni öz kanalınıza daxil olun. Öz kanalımıza daxil olduqdan sonra video menecerinə girək, çünki video təzyiqləndiyi üçün ola bilər bura düşməsin. Gördüyünüz kimi bu videodur. Videoda gördüyünüz kimi hələ qazanc aktivləşdirilməyib, yəni aktivləşdirmək olar. Bunun üçün bunu vuraq və dövriyyəyə vuraq sözünü vururuq. Beləcənə vuraq. Belə də əgər olmazsa, gördüyünüz kimi yox olur. Redaktör növbədədir yazılır və daha sonra burada pul aktivləşdirildi. Bəli, nəzərdən keçirilir və daha sonra aktivləşdirəcək. Elə də olmazsa, üzərindən bir dəfə bunu klikləyərək daxil olub. Gördüyünüz kimi videoya daxil olub, burada əlavələr eləyə bilərsiniz. Aşağıda reklamdan pul qazanın. Yəni, üzr istəyirəm. Belə olur. Siz bunu belə gətirərək və dəyişikləri yadda saxla sözünü vuraraq aktivləşdirə bilərsiniz. Daha sonra isə burada idarəetmə panelinə daxil olub nə qədər pul qazandığınıza baxa bilərsiniz. Gördüyünüz kimi hələ $0 pul. Yəni bu onu göstərir ki, pul qazanma artıq aktivləşdirilib. Bəli, bunları edərək öz kanalınızda pul qazanmanı aktiv edə bilərsiniz. Bugün isə bu qədər dostlar. Videonu bəyəndinizsəniz like eləməyi, bəyənmədiysəniz dislike eləməyi və ən əsasdakı kanalımıza abunə olmağı unutmayın. Bizi izlədiyinizə görə sağ olun.